Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Taryeloğlunun və əsgər Həmidov Ruslan Rüstəmoğlunun nəşləri aşkar edilib. Müdafiə Nazirliyinin rəhbərliyi xidməti vəzifələrini yerinə yetirərkən vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüzündən başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin. Qeyd eləyək ki, qar uçqununa düşən hərbi qulluqçularımızın tapılması məqsədi ilə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq yüksək dağlıq və çətin relyefli ərazidə Azərbaycan ordusunun müvafiq bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Padratçı şirkətinin xüsusi texnikaları, qüvvə və vasitələri birgə axtarış xilas etmə tədbirlərinə cəlb edilmişdir.